değerli biliklerinizi indi bizimle paylaşacaksınız. Am, Sözü birazdan size vereceğim. İlk önce isterdim bizi izleyen herkesi salamlayam. Burada aynı zamanda deyəsən, sizin komandadandır herkes koşulan. Əli İskəndər Evet. Salamov, bəli. Bəli, Əli İskəndər Aa, bəy, siz də salamlayırıq. çok sağ olun. Xoş gördük. Çok sağ olun. Və bugün istərdim ki, hər kəs yəqin ki, artıq məlumatlıdır nə haqqında danışacağıq. Dalğa, dalğadan enerji, indi bunu bilmirəm necə doğru ifadə edim. Elə prosedurdur ki, biraz çətin adama gəlir. Onu indi siz bizə daha yaxşı izah edərsiniz. Bu haqqda danışacağıq. Məncə çox önəmli bilgilərdir. Hətta mən deyərdim ki, çox insan məlumatlı deyil ki, Azərbaycanda hal-hazırda belə bir layihə üzərində işlənilir və belə bir layihə baş tutur. Ona görə birbaşa Ruslan bəy, sözü artıq sizə ötürürəm və buyurun Salam, layihə axşamınız haqqında xeyir. məlumatı paylaşın. Mən də təşəkkür edirəm PMO Az yəni komandasına dəvətə görə təşəkkür edirəm. Ona görə birbaşa Həqiqətən Ruslan bəy, sözü artıq sizə həqiqətən yaxşı təşəbbüsdür. Belə bir layihənin ölkəmizdə yəni həyata keçirilməsi barədə qeyd etdiyiniz kimi çox adamın məlumatı yoxdur. Ümumiyyətlə yəni belə bir enerjinin olması barədə deyərdim ki, çox adamın məlumatı yoxdur. Yəni dəniz və okean dalğasından enerjinin alınması barədə ümumiyyətlə təsəvvürləri də yoxdur. Bir daha özümü təqdim edərdim. Adım Ruslan Qədirovdur və bunun yəni webinarın mövzusu olan turbin tipli dalğa energetik qurğusunun hazırlanması layihəsinin layihə rəhbəriyəm. Qeyd edim ki, bu layihəni komanda olaraq biz həyata keçirmişik və bizim hekayəmiz deyərdim 2020-ci ildən başlayır. Yəni biz komanda olaraq, qrup olaraq 2020-ci ildən fəaliyyətə başlamışıq və 2020-ci ildə yoldaşlarla bir yerdə startup şirkəti olaraq Caspian Technologies and Innovations MMC-ni qurmuşuq. Və bundan sonra biz fəaliyyətə başlamışıq və 2021-ci ildə yerli şirkət olan İdraç Texnoloji Transfer MMC ilə əməkdaşlığa başlamışıq və həmin şirkət bizə maliyyə və texniki dəstək göstərərək layihəmizin həyata keçirilməsi üçün belə də köməklik etmişdir. Mən həmçinin komandamızın üzvlərini yəni təqdim etmək istəyərdim. Əli İskəndər Salamov texniki elmlər üzrə fəlsəfə doktorudur, ixtisasca mühəndisdir. O da yəni bizim bu webinarda aktiv iştirak edəcəkdir. Özü də ixtiraçıdır, qeyd edim. Və digər üzvümüzdə komandamızın digər üzvünü də yəni Məhərrəmov Əbülfəzlə qoşulmalıdır. İndi bilmirəm qoşulmayıb, bu görsənir ya görsənmir. Ya da o da işte. Əbülfəz bəy buradadır. Buradadır Əbülfəz bəy də. Hə, oradadır. Hə. Bəli. Çox gözəl. Deməli, növbəti səhifəyə keçək, zəhmət olmasa. Ben bir şey qeyd etmək istəyərdim ki, siz qeyd etdiniz ki, 2020-ci ildə artıq bu layihə bir startup kimi başlamışdır. Və bu çox maraqlıdır ki, indi düzdür, dayanıqlığa, bu yaşıl enerjiyə və bu kimi layihələrə diqqət əlbəttə keçən ildən daha çox yönəlmişdir. Amma siz bu tendensiyanı 4 il qabaqlamışdınız deyə bilərik ki, hələ bizim ölkədə çox da bu mövzulara diqqət yetirilməyən zamanlar və bu qədər trenddə olmayan zamanlardan artıq siz bu layihənin işləməyə başlamışdınız. Bu təqdirə layiqdir həqiqətən də. Bəli, mən sözün asıl qeyd edim ki, bundan əvvəlki işlərim sadəcə məni bu sahəyə bir hazırlamışdır, belə deyək. Bundan öncə mən müxtəlif dövlət qurumlarında və təşkilatlarda işləmişəm. Yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nazirliyində,
O cümlədən alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyində müxtəlif vəzifələrdə çalışmışam. Yəni biz bu layihəni başlayanda deməzdim ki, biz artıq bilik səviyyəmiz sıfır idi. Yəni təzə-təzə başlamışdıq, yəni araşdırma. Xeyr, yəni buna qədər biz məlumatlı idik, kifayət qədər bilirdik dünyanın tendensiyasına bələd idik. Yəni dünyada inkişaf hansı istiqamətdə gedəcək, bunu az-çox bilirdik. Yəni bu tendensiyanı biz dərk edərək, biz bu yöndə, bu istiqamətdə layihələrin icrasına, daha doğrusu araşdırmalarına başladıq. Sözün açığı bizim birinci layihəmiz kiçik layihə də olsa, yəni bundan əvvəlki layihə külək mühərriki üçün multiplikator hazırlamışdıq. Bu da ixtiradır, innovativ bir məhsuldur. Bunu biz deyim 2021-ci ildə hazırladıq. Düzdür, bunu başqa şirkətlə hazırlamışdıq. Sumqayıt Texnoloji Parkda düzdür, öz xərcini özümüz tam ödədik. Amma ilkin layihəmiz o olmuşdur. O məhsulu hazırladıq və o məhsul da deyərdim ki, innovativ. İnnovativ deyəndə ixtiradır, yəni yenilikdir. Bundan sonra biz tədricən bu sahəni daha da araşdırdıq və o zamandan artıq bizdə ideya var idi. Dalğa energetik qurğusunun hazırlanması. Əli İskəndər müəllim də biz görüşəndə, daha doğrusu elə 2020-ci illərdə aktiv, yəni bu barədə müzakirələrimiz aparırdı və bu sahəni daha da belə deyək, araşdırılmasını təklif etdi və həminki dövrdən artıq biz müəyyən araşdırmalar apardıq. Dünyada hansı qurğular qurulub, yəni hansı belə deyək, prototiplər test edilir. Bunlar demək olar ki, tam bizim tərəfimizdən müxtəlif ədəbiyyatlar vasitəsilə internet üzərindən bunlar hamısı araşdırıldı. Və belə deyək, 2021-ci ildə bayaq da qeyd etdiyim kimi İdraç Texnoloji Transferin MMC-nin dəstəyi ilə biz bu layihəni başladıq. Və bu layihədə qrup olaraq çox adam deyildik. Yəni ilkin olaraq 3 nəfəri düzdür. Müəyyən dövrlərdə müəyyən adamlar, mütəxəssislər bizə müəyyən dəstək vermiş, hardasa köməkliklər dəymiş. Amma əsasən deyərdim, bu işi biz 80-90% ərsəyə gəlməsində bizim komandanın daha doğrusu əziyyəti olmuşdur, əməki olmuşdur. Bizim qurğunun adı şəkildə də göstərdiyi kimi Caspi Wave Power qoymuşuq. Bu qurğu prototipdir. Yəni şəkil düzdür, belə nəhəng görsənir, amma deyərdim ki, bu hələ də nəhəng deyil. Yəni qurğu olaraq nəhəng deyil. Yəni bunu normal miqyaslı düzəlsə, bu daha böyük olmaq ehtimalı vardır. Və bizim belə deyək, ilkin olaraq estakadalar üçün nəzərdə saxlanılan formasını biz düzəltdik. Sözün açığı 3 formada biz nəzərdə saxlayırıq. Estakadalar üçün nəzərdə tutulan, sahilə yaxın ərazilər üçün və üzən versiyanı. İlkin olaraq, yəni estakada üçün nəzərdə tutulan qurğunu biz, yəni qurğunun prototipini hazırladıq. Burada bu slaydda da deməli şirkətlərin adını yazmışıq. Hansı ki, bu layihənin ərsəyə gəlməsində birbaşa rolları vardır. Caspian Technologies and Innovation MMC bu bizim startup şirkətidir. İdraç Texnoloji Transfer MMC qeyd etdiyim kimi bizə maliyyə və texniki dəstək göstərən və bizim tərəfdaşımız olan şirkətdir. Bir də ki, Bahar Energy Operating Company Ltd. Bu şirkət də bizə həm texniki, həm də təşkilati dəstək göstərmişdir. Və buna görə də bu hər bir şirkətə yəni öz fürsətdən istifadə edib minnətdarlığımızı bildirmək istəyirik. Deməli, bizim bundan öncəki bizim təqdimatımızı mən çalışmışam 2 istiqamət üzrə bölüm. Birinci istiqamət layihənin icrasına konseptual baxış. Bu istiqamət güman edirəm layihə rəhbərləri üçün daha maraqlıdır. Nəyə görə? Yəni burada müəyyən bir nəzəri baxış həyata keçirilmişdir və daha çox burada elmi tədqiqat layihəsi ilə klassik layihənin belə deyək müqayisəsi aparılmışdır.
bu layihəyə qədər mən müxtəlif layihələr, yəni icra etmişəm, müxtəlif layihələrin rəhbəri olmuşam. Adətən bu layihələr məndə icrada olan layihələrim klassik layihələrdir. Və bizim bu icra etdiyimiz layihələr elmi tədqiqat layihəsidir. Onu qeyd edim ki, bu Qərb ölkələrində adətən Research and Development Projects kimi adlanır belə layihələr və bu layihələrin icrası bir qədər fərqlidir. Yəni klassik layihələrdən bir qədər fərqlidir və buna görə də buna yanaşma fərqli formada aparmaq lazımdır. İcrası fərqli formada aparmaq lazımdır. Yəni bunun hətta mən deyərdim ki, icraçılardan daha çox belə deyək də başqa xüsusiyyətlər tələb olunur. Belə layihənin icrasında mən deyərdim ki, hər bir icraçıdan kreativlik daha çox tələb olunur. Yəni hər an, hər gün hansısa bir belə deyək, nəzərə alınmayan və ya öncədən bilinməyən bir çətinliklər rastımıza çıxa bilər. Bu həm belə deyək, fiziki olaraq və ya hansısa bir konstruktiv nəsə bir qarşımıza maneələr rast gələ bilər, sınaqlarda rast gəlir. Yəni və bu da belə deyək, zaman menecmentində müəyyən belə deyək də adaptasiyalara gətirib çıxarır. Keçək növbəti slayda. Bu haqda bəli, Hı -hı. daha ətraflı məlumat verəcəksiniz. Aha, mən burada deməli çalışacağam ətraflı məlumat verim. Yəni layihəmizin nəzərə olaraq hansı layihədir, yəni hansı növ layihədir və bizim yanaşmamız necə olub bu barədə ətraflı çıxış etmək istərdim. Deməli icra etdiyimiz layihə qeyd etdiyim kimi daha çox elmi tədqiqat layihəsidir, amma ümumilikdə götürdükdə həm elmi tədqiqat və həm də klassik layihə növünü özündə ehtiva edir. Amma yenə də baxmayaraq, mən deyərdim hardasa 70-80% bura qədər gəldiyimiz mərhələyə qədər bu elmi tədqiqatdır, yəni research development-dir. Deməli, bu belə bir layihə nədir, özündə nəyə ehtiva edir? Deməli, elmi tədqiqat layihələrinin icra prosesində elmi biliklər, mühəndislik prinsipləri və praktik tətbiqlər bir araya gəlir. Yəni burada belə deyək də, bu nəzəri biliklər, mühəndislik prinsipləri, praktik tətbiqlər, yəni bunları eyni zamanda, daha doğrusu mərhələlər olaraq eyni zamanda həyata keçirilir. Və turbin tipli dalğa energetik qurusu da bu cür bir layihənin gözəl bir nümunəsidir. Yəni burada həmin amillər öz əksini açıq-aydın görsənirdi. Deməli, mən bayaq da qeyd etdiyim kimi elmi tədqiqat layihəsinin klassik layihədən müəyyən fərqləri vardır. Və bunun icrası zamanı bu fərqləri dərk etmək lazımdır və bunlar nəzərə alınaraq layihə icra olunmalıdır. Deməli, elmi tədqiqat layihəsi və klassik layihə arasında bir neçə əsas fərq mövcuddur. Deməli, bu fərqlərdən əsaslardan biri də məqsəddir. Deməli, elmi tədqiqat layihəsi yeni biliklərə yiyələnmək, mövcud nəzəriyyələri sınamaq və ya yeni nəzəriyyələr yaratmaq, problemlərə yeni həll yolları tapmaq kimi məqsədlərə xidmət edir. Klassik layihədə isə bu adətən müəyyən bir məhsul və ya xidmətin yaradılması, mövcud bir prosesin təkmilləşdirilməsi və ya bir problemin həlli kimi daha konkret və ölçülə bilən məqsədlərə yönəlir. Yəni, düzdür, biz elmi tədqiqat layihəsində məqsədimiz var. Amma klassik layihə qədər, yəni bu məqsədə nə dərəcədə biz nail ola biləcəyik, bu tam məlum deyil. Yəni, klassik layihədə hardasa bu tam ölçülür, biçilir və bundan sonra bu həyata keçirir. Lakin elmi tədqiqat layihəsində isə bu bir qədər fərqlidir. Yəni, yeni ola bilər bu layihənin icrası zamanı yeni nəzəriyyənin yaranması ehtimalı var və hər zaman, belə deyək, bu tədqiqatlar zamanı, araşdırmalar zamanı müəyyən problemlər ortaya çıxır və bu problemləri hər zaman, belə deyək, hər an həll etmək məcburiyyətində qalırıq və bu da belə deyək, hər bir kəsdən
layihə icraçılarından kreativlik tələb edir. Yəni Bəli, biz deyə bilərikmi ki, Ruslan bəy, bizdə həm belə deyək, yolumuz tam olaraq belə deyir ki, bu məqsədə çatmaq üçün biz nələr etməliyik? Yəni onu biz gedişatda daha çox anlayırıq. Eyni bəli, zamanda da məqsədimiz tam belli deyil. Yəni biz ümumi olaraq bilirik nə istəyirik eləmək, amma tam olaraq məqsədimiz klassik layihələrdəki kimi dəqiq deyil. Detallı şəkildə izah olunmur. Yəni biz daha çox gedişatda anlayırıq bizim məqsədimiz nədir və nə nəticə əldə etmək istəyirik. Elədirmi? düzdür, düz buyurdunuz. Yəni biz ilkin olaraq düzdür, layihələndiririk. İlkin layihələndirmə olur. Lakin bu ilkin layihələndirmə böyük ehtimalla müəyyən mərhələlərdən sonra görürük ki, bu layihə tamamilə dəyişilir. Yəni bizim, yenə deyim, ilkin layihəmizlə bizim son prototipimiz arasında yerlə göy qədər fərq var. Yəni biz orada müəyyən klapanlar filan, bəhmən müəyyən bir konstruktiv formalar fikirləşmişdik. Düzdür, model olaraq hardasa biz onu tətbiq edirdik. Lakin biz onu mərhələlər keçdikcə, sınaqlar keçdikcə, laborator testlər etdikcə gördük, yox, daha belə deyək, daha yaxşı konstruktiv quruluşlar var. Və biz tədricən həmin konstruktiv quruluşlara gəldik. Amma klassik layihədə adətən bir neçə belə deyək də ilkin layihə olur, sonra da bir son layihə olur. Yəni 1, 2, 3 maksimum. Amma mən deyərdim bu elmi tədqiqat layihəsində ola bilər ki, hər ay layihə dəyişilə bilər. Hansısa bir nüans ortalığa çıxır, hansısa bir belə deyək konstruktiv əlavələr olur, dəyişikliklər olur və bunu biz belə deyək laboratoriya sınaqlarında mən deyərdim ki, hər həftə müəyyən dəyişikliklər yəni olurdu. Və sonda yenə deyirəm, axır ki bir nəticəyə gəlib çıxırdıq. Burada düzdür, həm biliklərlə paralel olaraq biliklərə, təcrübəyə söykənən bir intuisiya da lazımdır. Yəni kreativlik burada çox önəm daşıyır. İntuitiv olaraq yanaşma da çox böyük önəm daşıyır. Yəni mən layihə rəhbəri olaraq və mənim komanda üzvlərim də əmin edirlər ki, biz bu layihəni həyata keçirəcəyik və biz nəticə alacağıq. Yəni hər zaman, hər gün bu testlər, sınaqlar bilirdi ki, bizi addım-addım bu belə deyək nəticəyə yaxınlaşdırır. Belə. Digər bir Bəli. hə, digər bir Belə fərqi deyək ki, heç vaxt bu keçirək ki, layihədə adamın ürəyi darıxmaz. Hər gün bir yenilik olur. sözün açığı mən özüm kreativ adamam. Yəni hər gün nəyisə fikirləşmək, yeni bir nəsə fikirləşmək mənim belə deyək xarakterimə uyğun bir uyğundur və bu layihənin həyata keçirilməsini mən deyərdim zövq alırdım. Yəni hər gün nəsə fikirləşirik, hər gün nəsə bir maneəyə rast gəlir və o maneəyə hər dəfə biz keçirdik. Digər bir fərq, nəticələr. Elmi tədqiqat layihəsi, deməli, elmi tədqiqat layihəsində nəticələr adətən elmi məqalələr, patentlər, yeni nəzəriyyələr, modellər və ya prototiplər şəklində olur. Bu nəticələr gələcək tədqiqatlar üçün əsas ola bilər və ya yeni texnologiyaların inkişafına töhfə verə bilər. Mən bayaq da vurğuladım ki, bizim bu layihənin çox hissəsi elmi tədqiqat layihəsi kimi, yəni aid etmək olar. Yəni biz layihənin demək olar biz 80%-ni keçmişik. Bu 80%-ə qədər elmi tədqiqat növünə aiddir. Yəni daha çox həmin amillər üstünlük təşkil edir. Bundan sonra layihənin kommersiya tərəfdən daha da təkmilləşdirilməsində artıq mən deyərdim ki, klassik layihənin də amilləri artıq özünü büruzə verəcək. Klassik layihədə isə nəticələr daha konkret və ölçülə bilən olur. Məsələn, yeni bir məhsul, xidmət, proses və ya sistem kimi. Bu nəticələr birbaşa bazarlara və ya müştərilərə təsir göstərə bilər. Yəni elmi tədqiqat layihəsində biz məhsulu düzdür, yeni bir ideya üzərində işləyirik, amma bayaq da qeyd etdiyim kimi nəticə necə olacaq? Hansı səviyyədə biz nəticə ala biləcəyik? Bu tam bəlli deyil. Ona görə burada risklər daha böyük olur. Zəhmət olmasa növbət slayda. Bayaq vurğuladığım kimi risklər. Deməli, elmi tədqiqat layihəsində riskləri də fərqlidir. Deməli, nəticələrin qeyri-müəyyənliyi, uğursuzluq ehtimalı daha yüksəkdir. Çünki yeni və bilinməyən sahələri araşdırılır. Yəni, dalğa enerjisi deyərdim ki, bizim ölkədə
demək olar ki, araşdırılmayıb. Yəni bizim ölkədə biz ilklərdənik ki, bu sahəyə araşdırırıq və müəyyən işlər görürük. E, Yəni bu layihələrin ən qorxulu tərəfi odur ki, siz ola bilər ki, illərinizi buna sərf edərsiniz, amma nəticə Bəli, uğursuz alınır. bəli, düzgün vurğuladınız. Klassik layihədə isə risklər daha yaxşı müəyyən edilə bilər və idarə oluna bilər. Çünki əsasən mövcud biliklər və texnologiyalar əsasında həyata keçirilir. Yəni burada göründüyü kimi elmi tədqiqat layihəsində risklər daha çox olur, uğursuzluq ehtimalı daha yüksəkdir. Amma şükür Allaha ki, biz belə deyək, komanda olaraq yəni motivasiyamız heç vaxt düşməyib, hansısa bir çətinlik olanda biz həmin maneələri aşa bilmişik. Və şükür Allaha ki, yəni qurğunu prototip halına gətirib, yəni təbii şəraitdə artıq test edirik. Növbəti slayda zəhmət olmasa. Burada növbəti bir fərq də resurslardır. Deməli, elmi tədqiqat layihəsində adətən daha az maliyyə və insan resursları tələb edir. Lakin ixtisaslı kadrlara ehtiyac ola bilər. Bunu qeyd edim ki, bu ilkin olaraq bəli, daha az resurs tələb edir. Amma bayaq qeyd etdiyim kimi illər uzana bilər, hansısa bir nəticələr gözlədiyimiz kimi alınmaya bilər və yenidən biz nəticə üzərində işləməyə başlayırıq. Bir şey də qeyd edeyim ki, bu resurs məsələsinin çox analiz olunmalıdır. Nə mənada? Layihə rəhbəri tərəfindən. Yəni komanda olaraq mən düzdür, bunu komanda üzvləri yanında demirdim. Adətən analiz edirdim ki, yəni komanda ilə mən bu işi axıra çatdıra biləcəm ya yox. Bəzən elə olurdu ki, elə bir işlər çıxırdı ki, digər mütəxəssislərin kənardan cəlb edirdik. Məsələn, mən deyərdim ki, bizim ölkədə mühəndis proqramlarında simulyasiya edən mütəxəssislər demək olar ki, yox səviyyəsindədir, ANSYS proqramında. Yəni bu proqramda simulyasiya düzdür, edildi, amma bizim ürəyimizcə olan səviyyədə olmadı. Yəni ən azından nəsə etdik, kənardan mütəxəssis cəlb etdik, yəni bununla əlaqədar. Yəni bu resursun düzgün qiymətləndirilməsi layihə rəhbəri üçün çox böyük önəmlidir. Əsasən də elmi tədqiqat layihəsində. Çünki qarşımda məqsəd var, bu məqsədə çatmaq üçün bu resurslar mənə kifayət edəcəkmi? Yəni mənim komandam, mənim maliyyəm, yəni buna kifayət edəcəkmi? Yəni bu məsələ çox analiz edilib qiymətləndirilməlidir. Klassik layihədə isə daha çox maliyyə və insan resursları tələb edir, çünki daha böyük miqyaslı və kompleks ola bilər. Yəni bu klassik layihədə ilkin olaraq artıq maliyyə bəllidir ki, yəni çox maliyyə tələb oluna bilər. Amma elmi tədqiqat layihəsində ola bilər ki, ilkin addımda araşdırırlar və deyilə bilər ki, bəli, bu layihə alınan layihə deyil, bu məhsul alınmayacaq, yəni burada biz saxlayırıq. Bu variant da ola bilər, amma illər uzandıqca yəni resurs daha çox tələb oluna bilər. Mənə Belə. elə gəlir ki, belə layihələrdə çox böyük rol oynayır o əsas bir driver adam var, hansı ki çox inanır bu layihəyə və nə qədər də uğursuzluqlarla qarşılaşmasa hər zaman çalışır ki, yox, mən inanıram, bu olacaq, alınacaq və s. Sözün Sizdə açığı bizim komandamızın hər bir üzvü, elə başda mən olmaqla yəni inanıram ki, bu layihə alınacaq. Yəni adətən bunu kimin yanında danışanda sadəcə təəccüblənir ki, yəni demək olar bir 4 ildir bu gedir bu layihə. Düzdür, bu layihə ilə paralel digər layihələrimiz olur, amma bu strateji layihəmiz ən çox strateji layihə sayılan layihəmiz budur. Bəli. Düz vurğuladınız. Yəni hər bir komanda üzvü özünə inamlı və layihənin alınmasına inamlı olmalıdır. Yəni Əliskəndər müəllim də, Əbülfəz müəllim də hamımız inanırdı ki, bu layihə alınacaq. Yəni bunu axıra kimi çatdıracaq. Hətta mən deyərdim, bir çox çətinliklər qarşımıza çıxıb, bir çox maneələr qarşımıza çıxıb. Mən deyərdim ki, belə bir layihəni Azərbaycanda həyata keçirmək bizdə bir söz var, hər oğlun işi deyil. Yəni investor tapmaq, investoru inandırmaq, investoru razı salmaq, sonra belə bir çətinlik də bizim qarşımıza çıxdı. Biz prototipə hazırlamışdıq, lakin onu yerləşdirməsi üçün
e, belə deyək, müvafiq orqanlara, qurumlara müraciət etdik. E, Təəssüflər olsun ki, bizim ölkədə tam belə deyək, innovativ layihələri tam anlamırlar. Yəni mən deyərdim ki, bu sahədə xaricilərlə ünsiyyətimiz daha asan da olur. Bir də ki, liberal düşüncəli insanlarımızla, vətəndaşlarımızla daha asandır. Nəyə ki, biraz köhnə düşüncəli, konservativ düşüncəli insanlarla, yəni biz bunu danışırıq, düzdür, öyünürlər, belə fəxr edirlər ki, bəli, fəxr edirəm, amma belə deyək, nəticədə isə görürsünüz ki, layihəyə dəstək olmaqdan hardasa çəkinirlər. Yəni Qorxulu. inamsızlıq yəni. Yəni, Qorxurlar, bəli. Amma mən deyərdim, Qərb inkişaf etmiş ölkələr yəni nümayəndələrlə biz ünsiyyətdə olanda biz onlara danışanda əksinə onlar bu işə bizə dəstək olmağa çalışırlar. Yəni biz bunu təcrübədə də gördük, yəni biz praktikamızda da gördük ki, yəni elə adamlar bizə daha asan yəni dəstək olur. Bir də liberal düşüncəli insanlar, məsələn, İdrak Texnoloji Transferinin rəhbərliyi də yəni o düşüncəli şəxslərdir. Yəni bu sahədə bizə dəstək oldular. Onlar da bizə inanırlar və buna görə də bizə dəstək oldular. çox gözəl. Keçərdik növbəti slayda zəhmət olmasa. Buyurun. Zaman çərçivəsi. Deməli, digər əsas fərq də zaman çərçivəsidir. Mən bayaq vurğulandığım kimi, belə bir layihələrdə, elmi tədqiqat layihəsində zaman çərçivəsi daha uzun və qeyri-müəyyən ola bilər. Yəni biz belə bir şeylə qarşılaşmışıq. Yəni testlər, sınaqlar apararkən ilkin layihələndirmə aparmışıq. Turbinin belə deyək, yenidən sınav edilməsi sistemdə, laborator şəraitdə biz onu test etdikdə ilkin formadan fərqli olaraq belə deyək də tamam fərqli bir nəticə aldıq. Yəni biz test etdikcə gördük ki, o ehtimal etdiyimiz yox, özünü doğrultmur. Yəni bunu oturub komandalı analiz edirdik, təkliflər olurdu və tədricən bu dəyişikliklər edə biz bu nəticəyə gəldik. Deməli, çünki nəticələrə çatmaq üçün gözlənilməz çətinliklərlə qarşılaşmaq mümkündür. Belə bir layihənin bu çətinlikləri var və hər zaman mən dediyim kimi bizdən komandanın hər bir üzvündən kreativlik tələb edir. Həll variantları tələb edir. Yəni hər gün hansısa bir çətinlik, maneə qarşımıza çıxa bilər və bunu hər zaman otururuq, hər axşam demək olar ki, hansısa bir çətinlik olanda otururuq, iclas keçiririk və bunu nə formada keçə bilərik, hansı təkliflər yəni irəli sürülür, bunun üzərində belə deyək, müzakirələr aparılır və növbəti gün həmin təkliflər üzərində testlər aparılır. Siz Və belə şükür Allaha ki, belə yanaşmamız özünü doğruldur və doğrudur. Bəli, mənim gözümün qarşısında bir şəkil gəlir ki, belə filmlərdə görürük. Hansısa bir böyük bir texnologiyanı icad etməkdən, böyük bir belə deyək, yeniliyi icad etməkdən qabaq o insanlar gecə-gündüz nə qədər çalışırlar, nə qədər şeylərin üzərindən keçirlər. Düşünürəm ki, sizin yəqin ofisdə də eyni o cür şeylər baş verir. Bəli, bizim Tarixi qurursunuz, yaradırsınız. elədir. Bəzən elə olur ki, aylarla elə olub ki, yəni saat axşam 10-a 11-ə kimi biz layihə üzərində işləmişik. Yəni elə olub ki, test sınaqlarının nəticələri bizə qane etməyib deyənə, yəni bunun üzərində belə deyək də intensiv iş görməyə məcbur olmuşuq. Məcbur deyəndə bizim öz istəyimiz olub, yəni bizim motivasiya olub ki, yəni biz belə ehtimal etmişik, amma belə alınmayıb. Bu səbəbdən də elə olub ki, intensiv iş prosesi olub və şükür Allaha ki, nəticə də normal olub, yaxşı olub. Yəni ən azından istədiyimizi gəlib çatmışıq. Klassik layihədə adətən zaman çərçivəsi daha qısa və dəqiq olaraq müəyyən edilir. Yəni çünki məqsədlər daha konkretdir və nəticələr daha tez ölçülə bilir. Belə. Deməli biz bundan əvvəlki slaydlarda fərqlilikləri biz müəyyən etdik. Təcrübəmizə əsasən bu fərqlilikləri mən belə deyək sadaladım. İndi növbəti slaydda mən
Deməli, keçdiyimiz layihənin icrası zamanı keçdiyimiz mərhələləri sadalamaq istərdim. Düzdür, bu mərhələlər ilkin olaraq klassik layihədəki mərhələlərə oxşayır, bənzəyir, lakin fərqlilik burada yenə çoxdur. Deməli, birinci mərhələ ideyanın formalaşmasıdır. Və onun addımlarını buradan mən qeyd etmişəm. Yeni ideyaların və konsepsiyaların yaradılması. Yəni bu qrupumuz arasında müzakirələr olunur, kimdəsə ideya olunur və həmin ideya müzakirə olunur komandamız arasında, qrup arasında. Hətta bunun üçün biz kənardan mütəxəssisə cəlb edirik. Bunun üçün biz hətta bazarı bazarı tam araşdırırıq və faktiki olaraq reallıqda hansı işlər görülüb, bu da araşdırılır dünyada, qlobal səviyyədə. Yəni bu dalğa qurusun, biz dalğa energetik qurusunu hazırlamamışdan əvvəl mən deyərdim ki, aylarla biz, Əli İskəndər müəllim, mən, Əbülfəz müəllim, biz aylarla, hətta deyərdim illərlə, hətta indi də belə daimi olaraq dünyada bu istiqamətdə, bu sahədə hansı proseslər gedir, kim nəyi yaradıb, kim nəyi test edib, hansı prototiplər test olunmaqdadır, hansı şirkətlər var. Bunlar hamısı biz araşdırmışıq və belə deyək də, bu hökmən bu mərhələ belə bir layihə üçün vacibdir. Növbəti addım isə bu mərhələ çərçivəsində ideyanın potensialının qiymətləndirilməsi. Əvvəlkinə çevirin. Bəli. İdeyanın potensialının qiymətləndirilməsi. Bəli, bu məsələ də belə deyək, vacib məsələdir. İdeyanın, yəni biz bu məsələ də çox araşdırılmalıdır. Yəni bu qurğu məhsul olaraq gələcəkdə hansı potensiala malik ola bilər? Bu da araşdırılmalıdır, müəyyən qiymətləndirilmələr aparılmalıdır. Yəni burada çox böyük iş tələb edir. Sonra ideyanın aktuallığı və bazar tələbatının müəyyənləşdirilməsi. Bu da bir addımdır. Siz bayaq vurğuladınız ki, bu iqlim dəyişmələri məsələsi, sonra dayanıqlı inkişaf məqsədləri, bu son illərdə belə deyək, bizim cəmiyyət üçün, bizim ölkə üçün biraz aktualdır. Amma biz bu məsələni hardasa 5-6 il bundan qabaq öncədən bilirdik ki, bu məsələ aktualdır. Bəli. Və bizim ölkədə də bir neçə ildən sonra daha da aktual olacaq. Və şükür Allaha ki, yanılmamışıq. Yəni artıq bir neçə ildən sonra bu COP29 məsələsindən sonra artıq bizim ölkədə də bu məsələnin yəni bərpa olunan enerjinin nə qədər vacib olduğu artıq yəni dövlət səviyyəsində, cəmiyyət səviyyəsində bu yəni anlanılır. Mənim bu Tarixi dövrdə bu məsələyə sahədə bağlı dünyada aparılmış elmi tədqiqat işlərinin nəzəri təcrübənin araşdırılması. Bayaq vurğuladığım kimi biz demək olar ki, dünyada olan bütün şirkətləri, təşkilatları, bunun hamısı internet vasitəsilə, ədəbiyyat vasitəsilə bunların hamısı araşdırılıb və hansı şirkətin, hansı təşkilatın hansı səviyyədə iş görülmüş və hansı testlər, sınaqlar aparılmış, prototiplər, hansı prototiplər, yəni real şəraitdə testlər olunmuş, bunları demək olar ki, hamısı ilə 100% olmasa bir 90-95%-dan məlumatlıyıq. Növbəti slayda keçək zəhmət olmasa. Planlaşdırma. Deməli, layihənin məqsəd və vəzifələrin müəyyənləşdirilməsi. Düzdür, bu mərhələ, daha doğrusu bu addım klassik layihələrdə daha belə konkret olur məqsəd. Və birinci mərhələni keçdikdən sonra artıq bizdə məqsəd və vəzifələr yaranlaşır, müəyyənləşir ki, biz nə düzəltmək istəyirik, hansı addımları keçmək istəyirik. Yəni bu artıq məqsəd olaraq müəyyən olunur bizə. Bundan sonra artıq ətraflı iş planının hazırlanması. Düzdür, iş planı hazırlanır, planlaşdırılır. Amma mən deyərdim sizə, bu yenə də klassik layihədəki kimi deyil. Plan qurulur. Amma plan hər zaman dəyişə bilər. İşin gedişatından asılı olaraq planı adaptasiya edirik. Yəni, belə deyək, kreativlik amillərdən istifadə edərək planda dəyişikliklər aparırıq. Yəni, hər zaman bu olur.
resursların qiymətləndirilməsi, maliyyə, personal, maddi, texniki. Bu da çox böyük, önəmli bir məsələdir. Adətən bu addım, bu mərhələdə bu belə deyək, əziyyət, öhdəlik daha çox layihə rəhbərinin üzərinə düşür. Yəni layihə rəhbəri olaraq mən, yəni bunu mən düzgün qiymətləndirirəm. Hansı maliyyə resursumuz var? Belə deyək, bizə dəstək olan şirkətin təxmin edirəm ki, hansı maliyyəyə qədər bizə dəstək ola bilər. Yəni düzdür, bu açıqda deyilmir, amma belə deyək, intuitiv olaraq mən bilirəm ki, yəni bizim mental olaraq vətəndaşlarımızın psixologiyasını mən anlayıram, dərk edirəm, qiymətləndirirəm ki, yəni maliyyə bura qədər ola bilər. Və həmin maliyyə çərçivəsində biz çalışırıq layihəmizi belə deyək, planlayaq, adaptasiya edək. Personal və maddi texniki. Bu resurs da çox böyük önəm daşıyır. Personal, yəni bizim komandamızda düzdür, mən deyərdim ki, hər bir adam burada bir çox işləri görür. Düzdür, mən ixtisasca mühəndis olmasam da, amma elə olur ki, mühəndis fikirləri, mühəndis ideyaları, o sahədə işləmişəm, yəni az çox belə praktiki təcrübəm var. Yəni belə deyək də sıfırdan bu sıfır səviyyəsində deyil mənim o bilik səviyyəm. Amma ən azından mühəndislik üçün müəyyən bir ideyalar verə bilərəm, təkliflər verə bilərəm. Hətta elə olur ki, bəzən mühəndislərin ağlına gəlməyən bir təklifi mən verirəm ki, gəlin belə edək. Və həqiqətən də özün doğruldur. Layihə cədvəlinin tərtib edilməsi və ilkin layihələndirmə. Bu da belə deyək, ilkin layihələndirmə, yenə deyirəm, 99% olaraq belə bir layihələrdə ilkin layihələndirmə bir neçə dəfə dəyişilir. Yəni biz ilkin layihələndirmişik və bunu laborator səviyyədə test etməyə başlamışıq. Onun bir belə deyək də modelin qurmuşuq, kiçik ölçüdə modelin, maketin qurmuşuq və bunu biz test sınaq etmişik və orada müəyyən mənfi cəhətlər özünü büruzə verir və həmin mənfi cəhətlər analiz olunur, qiymətləndirilir və dəyişiklik aparılır. Və bu səbəbdən də belə deyək də burada layihənin cədvəlinin qurulması bir qədər çətin olur. Yəni bu klassik layihədən fərqli olaraq. Yəqin ki, cədvəl qurulsa belə çox güman ki, o cədvəllə uyğun layihə irəlilənməyəcək. Ola bilsin ki, orada 3 günlük düşündüyünüz şey 3 ay ərzində həyata keçirilsin. Mən etiraf edirəm ki, yəni bizlə əməkdaşlıq edən şirkət də adətən düzdür, biz hesabat şəklində və ya belə deyək də hardasa təqdimat şəklində işlərimizin gedişatı haqqında biz məlumat verirdik və hansı iş nəyə görə gecikir və biz onu elmi cəhətdən, nəzəri cəhətdən əsaslandırırıq. Yəni biz belə ehtimal edirik, lakin nəticə belə alındı. Və nəticə belə alındığına görə biz dəyişiklik etdik və belə bir nəticəyə gəldik. Yəni daimi olaraq belə deyək də hər dəfə bir nəsə düşünürük, nəsə yenilik düşünürük. Yəni belə bir layihələrin icrasında bu vacib məsələdir. Çox vacib məsələ, kreativlik, yeniliyə meyillik. Bu çox vacib məsələdir. Yəni insan kreativliyə, yeniliyə meyilli olmasa, belə deyək, super layihə rəhbəri olsa, belə bir layihəni icra edə bilməz. Doğrudur. Doğrudur. Elmi tədqiqat layihəsinin digər mərhələsi olan icra. Deməli, tədqiqatların aparılması, laborator sınaqlarının aparılması, maketlərin hazırlanması və real təbii şəraitdə test edilməsi. Deməli, biz ilk öncə laborator şəraitdə bayaq qeyd etdiyim kimi testlər etdik. Deməli, burada yenə deyirəm, maliyyə resursumuzu qiymətləndirərək, burada da belə bir bu iş prosesində, bu mərhələdə bir adaptasiya etdik. Bu adaptasiya bir misal göstərmək istərdim. Nədir? Adətən belə bir layihə icra etdikdə, yəni dalğa energetik qurğusu hazırlananda Qərb ölkələrində
xüsusi laborator şəraitlər olur ki, harda ki, belə deyək, böyük vannalar olar, belə primitiv dildə desə, böyük vannalardır və həmin vannalarda dalğa imitasiya olur və həmin dalğa imitasiyasında qurğular test olunur. Lakin biz anlayırdıq ki, bu daha çox maliyyə sərfinə gətirib çıxara bilər və dalğa imitasiyasını nə formadasa biz icra etmək istəyirdik, düzəltmək istəyirdik və bunun üçün də stent düzəltdik. Düz indi bu stenti qoymamışıq şəklin bura, amma xüsusi belə deyək də mexaniki stentdir. Haradakı belə porşen effektlidir. Yəni bu dalğanın imitasiya edilməsi üçün. Çünki biz burada belə deyək ən azından dəniz dalğasına yaxın bir şərait almalıyıq. Və bunun üçün də e, dalğa imitasiyası yaradan bir nəsə avadanlıq düzəltməliyik ki, ən azından onun üzərində biz bu imitasiyanı edə bilək və sınaqlarımızı apara bilək. Və belə deyək də bu bizim bu situasiyada, bizim bu şəraitdə biz bu mərhələdə belə bir adaptasiya prosesini keçdik. Düz indi bu çətinliklər bizim üçün yaradırdı. Yəni indi də fakt görürük ki, yəni bizim düzəltdiyimiz dalğa imitasiyası stendi təbii şəraitdən biraz fərqlidir və həmin dəyişikliyi artıq biz yenə də yəni prototip üzərində aparırıq. Yəni gördük ki, yəni burada bir qədər fərqli bir belə deyək də nəticələri ola bilər. Ruslan Bey, burada bir sual vermək istərdim sizə. Buyurun. Bugün biz bu webinar haqqında məlumat verirdim ki, belə bir webinarımız olacaq. Bu gün qoşularız. Mənə belə bir sual verdilər. Dedilər ki, bəs Xəzər dənizin dalğaları ümumiyyətcə oradan enerji almaq üçün uyğundurlarmı? Onun üçün dedilər okean dalğaları lazım deyilmi? Sözün açığı biz o məsələni araşdırmışıq. Adətən ədəbiyyatlarda qeyd olunur ki, Xəzər dənizinin enerji potensialı, yəni bir paqonometrə hardasa 3-5 kilovat düşür təxminən belədir. Bəli. Biz sözün açığı məqsədimiz də o idi ki, biz Xəzər dənizində əgər müəyyən nəticələr ala bilsək, bu artıq o deməkdir ki, açıq dənizdə və okeanda daha səlis işləyə bilən biz qurğu düzəltmiş olacaq. Yəni bu bizim üçün bir meyardır. Yəni biz zəif dalğalı nisbətən, yəni dənizə, okeana nisbətən zəif dalğası olan Xəzər dənizində bizim qurğumuz az-çox effektiv olsa, bu o deməkdir ki, yəni biz dünya bazarına çıxarılacaq bir qurğu düzəltmişik. Doğrudur. Onda deməli orada çox böyük bir enerji mənbəyi ola bilər bu qurğu. Bəli. Yəni düz buyurdunuz. Əgər Xəzər dənizində bu nəticə verirsə, deməli okeanda, açıq dənizdə bu belə deyək bir neçə qat daha yaxşı nəticə verəcək. Mükəmməl. Test sınaqlarının nəticələrinə uyğun olan eskiz cizgilərin təkmilləşdirilməsi. Bayaq mən vurğuladığım kimi, yəni biz demək olar ki, hər zaman nəyəsə yeniləyirik və yenilənməkdən öncə biz onun belə deyək cizgilərini hazırlayırıq. Və hər zaman da belə deyək də onun müəyyən dəyişikliklər edərək yəni nəticəyə addım-addım yaxınlaşırdıq. Bu mərhələnin sonrakı addımı prototipin hazırlanması. Bu şəkildə də gördüyünüz kimi bu bizim qurğunun prototipidir. Mən deyərdim hələ də böyük, yəni belə qurğu üçün böyük deyil. Yəni elə də böyük miqyaslı prototipdir. Həm də bu prototipin hazırlanmasında maksimum dərəcədə çalışmışıq. Belə deyək, maliyyə cəhətdən də müəyyən ekonomlar eləyək. Yəni adətən həm də ki biz belə deyək, bunun daşınması nə cür olacaq, hansı formada olacaq, necə olacaq, bunu da öncədən tam bilmirdik. Sonradan, yəni bunu hazırlanandan sonra məlum oldu ki, belə bir qurğunu xüsusi belə deyək, nəqliyyat vasitəsilə daşınmalıdır. Xüsusi vaxtda daşınmalıdır. Xüsusi belə deyək də yolla getməlidir. Biz bunu deməli apardıq limana, səhv etmirəmsə Hövsan limanıdır. Ora apardıq, ora gəmiyə yüklənildi. Gəmidən isə estaqadaya getdi. Yəni ölçüsünə görə, yəni məcbur olub bu boyda etmişik. Yəni bundan balacasının artıq belə deyək də prototip çox bizə əl vermirdi deyənə. Yəni ən azından bu ölçüdə düzəltmişik ki, hansı bir eksperiment aparmağa
e, əlverişli olsun. Mən burada deməli yaşıl rəngdə qeyd etmişəm bu hissəni. E, yaşıl rəngdə qeyd etmişəm. Sınaq zamanı üzr istəyirəm. Hə. Sınaq zamanı mənfi cəhətlərin aradan qaldırılması, iqtisadi texniki səmərəliliyin artırılması. Deməli biz indi faktiki olaraq bu mərhələdəyik, bu hissədəyik. Deməli biz bunu test sınaq edirik. Zəif cəhətlərin, üstün cəhətlərini müəyyən edirik və zəif cəhətlərini çalışırıq aradan qaldırırıq. Adətən bizdən soruşuraq, niyə sizin layihə bu qədər uzanır? Hamıya izah edirəm ki, bu elmi tədqiqat layihəsidir, research and development-dir. Yəni bu digər layihələr kimi deyil. Düzəltdim, qoydum. Çünki digər layihələrdə bayaq qeyd etdiyim kimi nəticəsi bəllidir. Ondan əvvəl bu dəfələrlə düzəlib, yəni bu bəllidir. Yəni onun nəzəriyyəsi də bəllidir. O cəhətdən. Amma bunun belə deyək, bu nəzəriyyəsi sıfırdan işlənilən bir məhsul olduğuna görə, ona görə bu qədər vaxt tələb edir, bu qədər sınaqlar, bu qədər test tələb edir. Növbəti mərhələyə. Deməli, tətbiq mərhələsi. Mən qeyd edim ki, adətən belə bu mərhələ biz daha çox qərb ölkələrində tətbiq olunur bu mərhələ. Yəni elmi tədqiqat hissəsini keçdikdən sonra, yəni araşdırma, sınaq, prototipin sınağı, bundan sonra layihənin nəticələrinin kommersiallaşdırılmasının müəyyənləşdirilməsi. Yəni kommersiya tərəfdən bunu daha səmərəli etmək. Yəni düzəltdik, bəli, nəticə əladır. Bundan sonra araşdırılır. Bu hansı materialdan düzələ bilər, hansı formada düzələ bilər, harda bunu düzəldə bilərik, yəni dənizin hansı hissəsində daha uyğundur. Yəni bunlar hamısı analiz olunur, araşdırılır və kommersiya cəhətdən daha səmərəli bir model düzəlir bundan sonraki. Yəni bu investor üçün cəlb edici olsun. Yəni belə deyək, bazara çıxarıldıqda artıq belə deyək, hamı üçün cəlb edici olsun ki, yəni belə bir qurğu quruldu, belə bir stansiyalar quruldu və bu stansiyalar üzərində investor pul qazana bilsin, belə deyək də. Və sonraki mərhələlər istehsalın genişləndirilməsi, marketinq və satış. Yəni bu da ki, bəlli mərhələlərdir və bizim də məqsədimiz bu mərhələlərə belə deyək, uğurla çatmaqdır. Növbəti slayta zəhmət olmasa. Bununla bağlı kimin sualı varsa, yəni təqdimatımızın bu istiqaməti üzrə, yəni mən də Əslində və mən deyim, komandanın digər üzvləri də cavab verə bilər. suallar çoxdur. Əli Eskəndər bəy cavablayır. Bəli. YouTube'dan da suallar çoxdur. Çox təşəkkür edirəm. Əbülfəz bəy də deyəsən cavablandırırdı. Belə deyim, mən də istirdim sizə verim. Sonra gördüm ki, artıq hamısı cavablanıbdır. Çox gözəl. Bəli. Deməli, təqdimatımızın mövzusunun növbəti istiqamətinə keçək. Bu dalğa enerjisi haqqında məlumat vermək istəyərdim. Yəni bildiyiniz kimi dalğa enerjisi, yəni dəniz və okean dalğalarının enerjisi mənbəyinə görə bərpa olunan enerji mənbəyi kimi hesab edilir. Təmiz enerji hesab edilir. Yəni orada qurulan qurğular vasitəsilə belə deyək, enerji hasil olduqda bu ətraf mühitə demək olar ki, təsir etmir. Flora, fauna, yəni mənfi təsiri demək olar ki, sıfır səviyyəsindədir. Bizim düzəldiyimiz qurğunun belə deyək də artıq bir il demədim, 8-9 ayda quraşdırmışıq. Oradan belə deyək, təbiətə mənfi təsirlə bağlı heç bir şikayət gəlməyib. Yəni burada belə bir şey yoxdur. Əgər bu təmiz enerjisidə, bu o deməkdir ki, atmosferə CO2 qazının emissiyası da yoxdur. Yəni bu da belə deyək də bizim qurğunun aktuallığının belə deyək bir daha Zamanın tələbi bariz nümunəsidir ki, yəni bu qurğular vasitəsilə əgər enerji istehsal olarsa, bu enerji istehsalı zamanı CO2 qazı atmosferə buraxılmır, emissiyası olmur. Deməli, dalğa əvvəlkinə keçirin, zəhmət olmasa. Dalğa enerjisi qeyd etdiyim kimi təbiətin gücündən enerjidir. Dalğa enerjisi okean və dənizlərin səthindəki dalğaların hərəkəti nəticəsində yaranan təbii enerjidir.
Bu enerji küləyin və günəşin su üzərində yaratdığı təsir nəticəsində yaranan dalğanın kinetik enerjisinin əldə edilir. Hmm. Yəni burada belə az-çox dalğa enerjisine müəyyən bir təyin vermişəm, tərifini vermişəm. Bu qədər. Növbəti zəhmət olmasa slayda. Buyurun. Dalğa energetik qurğusu nədir? Bir şey də qeyd edim ki, üzr istəyirəm, əvvəlki slayda bağlı. Dalğa enerjisi digər bərpa olunan enerji mənbələri ilə müqayisədə daha çox potensiala malikdir. Və dalğa enerjisindən dünyada demək olar ki, heç 1% də istifadə olunmur. Bax, 0,1% də istifadə olunur. Yəni bu çox perspektivli bir sahədir. Yəni bu sahə elə bir sahədir ki, insanlar tərəfindən bu sahə tam mənimsənilməyib. Yəni belə deyək ki, dünyada bəli, şirkətlər, təşkilatlar var ki, bu sahədə aktiv, çox intensiv araşdırmalar aparılır. Yəni biz bunun hamısını izləyirik və öndə kim getsə, belə deyək, bazarı o tutacaq. Düzdür, Avropa ölkələrində, İsraildə şirkətlər var ki, artıq müəyyən məhsulları var və bazara tədricən çıxırlar. Yəni bu istiqamət üzrə bazara çıxırlar və öz məhsulların, öz qurğularını təklif edirlər. Hətta mən deyərdim ki, müəyyən stansiyalar artıq qurulub. Düzdür, böyük həcmdə olmasa da kiçik ölçülü, kiçik güclü stansiyalar qurulmaqdadır. Amma yenə deyirəm, aparıcı hələ ki şirkət yoxdur bu sahədə. Yəni biz də çalışırıq ki, həmin belə deyək, bazarda biz bir yer tuta bilək. İnşallah. Biz belə deyək, ölkəmizin şirkəti olaraq bir yer tuta bilək. Keçən növbəti slayda. Deməli, dalğa energetik qurğusu nədir? Hərəkət edən okean və ya dəniz dalğalarının kinetik və potensial enerjinin faydalı mexaniki və ya elektrik enerjisinə çevirən qurğulardır. Deməli, vurğuladığım kimi dəniz və okeanın səthində hərəkət edən sudan elə bir onun kinetik enerjisinin alınması üçün bir qurğu formalarıdır. Və bunun da müxtəlif formaları var. Növbəti slayda keçək zəhmət olmasa. Və bu mən slayda deməli bu dalğa enerji qurğularının tiplərini göstərmişəm. Burada birincinin qırmızı rəngdə qeyd etmişəm və bizim quraşdırdığımız, bizim düzəltdiyimiz dalğa energetik qurğusu bu tipə aiddir. Yəni rəqs edən su sütunu, oscillating water column, yəni bu tipə aiddir. Düzdür, bu tipdə müəyyən qurğular qurulub. Məsəl üçün, bayaq misal çəkdim, İspaniyanın Mitruki bölgəsində, orada sahil yanı xəttdə belə bir qurğu qurulub. Amma bizim qurğu tamam fərqlidir. Həm turbini fərqlidir, həm də mən deyərdim dünyada ilk dəfə olaraq 4 yanı açıq olan bir hava kamerası qurmuşuq. Yəni reallıqda dünyada faktiki var. Məsəl üçün müəyyən hava kamerası olan və üzərində qurğu olan belə bir qurğular var. Lakin onlar hamısı sahil yanı xəttdə qurulub. Bir tərəfi bağlıdır. Amma bizim bu qurduğumuz qurğu 4 tərəfdə açıqdır və 4 tərəfdən dalğa enerjisini qəbul etməyə malikdir. Yəni bu mən deyərdim dünyada ilk dəfə olaraq biz prototip formasında düzəldib qoymuşuq. Yəni buna əminliklə deyə bilərəm ki, birinci dəfədir. Yəni biz bu formada ümumiyyətlə dünyada bu formada qurulur. Digər tiplər də yəni nəzər sala bilərik. Zəiflədici dalğa enerji qurğuları, attenuator, nöqtə mənşəli dalğa enerji qurğuları, point absorber, rəqs edən dalğa sürəti çevirici DEC, oscillating wave surge converter, daşma dalğa enerji qurğuları, su altında təzyiq dəyişməsi dalğa enerji qurğuları, şişkin dalğa enerji qurğuları, fırlanan kütlə dalğa enerji qurğuları. Mən deyərdim ki, sözün açığı belə bir məsələni diqqətə çatdırmaq istəyərdim ki, biz layihəni öncədən araşdıranda, daha doğrusu bu ideyanı araşdıranda bir çox qurğuları biz nəzərdən keçirmişik və belə bir qənaətə gəldi ki,
yəni ən belə deyək, səmərəli olmaq ehtimalı olan qurğu rəqs edən su sütunu olan qurğulardır. Yəni bu nəyə görə biz belə bir nəticəyə gəldik? Belə bir qurğulu daha çox belə deyək, e, öz etibarlılığı cəhətdən bizi cəlb edirdi. Yəni bildiyimiz kimi dəniz şəraiti çox sərt şəraitdir. Yəni e, hər an hər an orada belə fırtına olmaq, yəni qasırğa olmaq ehtimalı var və bu da belə deyək, qurğunun hansısa bir hissəsinin zədələnməsi, qırılmasına gətirib çıxara bilər. Yəni dünyada da belə bir təcrübələr var ki, məsələn Portuqaliyada olub, qurğunu quraşdırıblar. O digər bir tip qurğudur. E, Qurğunu quraşdırıblar. Qurğu bir neçə ay yəni orada işləyə bilib. Yəni bu hətta prototip. Ondan sonra yəni qurğu fırtına belə deyək, qasırğa onu dağıdıb. Yəni bayaq öncədən də vurğuladım ki, mən yəni dalğa enerji qurğuları nəyə görə digər qurğularla müqayisədə bu sahə nəyə görə çox inkişaf etməyib. Yəni səbəblərdən də bir də budur ki, dəniz şəraiti çox sərt şəraitdir və orada işlərin aparılması çox maliyyə cəhətdən çox bahalı işlərdir. İndi biz də yəni hər zaman belə deyək, indi prototipi də qoymuşuq, hər zaman estakadaya gedirik, gəlirik, yəni bunun üzərində müəyyən dəyişikliklər aparırıq və faktiki biz görürük ki, bu həqiqətən əməli, yəni xərclər aparan bir işlərdir. Belə növbəti. Hansı növ dalğa enerji qurğusunu hazırlamışıq? Mən bayaq qeyd etdiyim kimi, rəqs edən su sütunu, dalğa energetik qurğusu və ya turbin tipli, bunu biz özümüz turbin tipli dalğa enerji qurğusu adlandırmışıq. Çünki burada turbindən istifadə olunur. Bu şəkildə də bizim hazırladığımız qurğunun prototipidir. Deməli, bu qurğu deməli, bu qurğu ümumi bir sözlə konstruktiv olaraq izahını vermək istərdim. Deməli, qismən suya batırılmış hava kamerasında və qurğudan ibarətdir. Yəni, sarı hissəsi görürsünüz ki, bu deməli hava kamerasıdır. Hava kamerasının su səviyyəsinin altındakı hissə dənizə açıqdır. Yəni, burada bayaq dediyim kimi 4 tərəfdən açıqdır. Yəni, dalğa onun içərisinə sərbəst girib çıxa bilir. Biz də bir burada deməli, şimal hissəyə baxan hissənin bir qədər o digər tərəflərinə baxdıqda bir qədər yuxarı qoymuşuq. Biz də onu nəyə hesablamışıq? Adətən Bakıda xəzri küləkləri çox olur və şimaldan belə deyək, dalğalar daha çox olur. Amma belə deyək, məsələn, təcrübədə bu isə tamam əks bir nəticə verdi. Nəyə görə? Çünki biz bunu quraşdırdığımız yer şimal tərəfdən sahilə yaxındır. Yəni, cəmi 1 kilometr olar olmaz. Və bu da nə qədər güclü külək olur olsun, bu belə deyək, dalğa həmin istiqamətdən zəif olur. Çünki burada dalğanın gücü bir də su kütləsinin həcmindən də çox asılıdır. Bəzən elə olur ki, cənub tərəfdən baxırsanız, gözlə elə görsənmir dalğa, amma görürsən ki, burada turbinin fırlanması daha çox, belə deyək də, daha çox intensivdir. Yəni, hiss olunur ki, digər tərəflərdə su kütləsi çox olduğu üçün oradan gələn hətta zəif dalğa belə bizim turbinimizə belə deyək də əməli təsir edir. Baxmayaraq ki, şimaldan külək elə olur ki, biz özümüz hətta elə olub ki, güclü külək zamanı müşahidə aparmaqdan ötürü, yəni belə bir riskləri də gerir. Risk deməzdim, yəni bu bizim işimizdir. Yəni bu layihəni başlayan adam, başlayan komanda bu şeyləri də yəni nəzərə almalıdır ki, hətta elə olur ki, qasırğada da belə gedirik, müəyyən müşahidələri aparırıq. Elə olub güclü külək zamanı getmişik, yəni vizual belə deyək, müşahidələri aparmaqdan ötürü. Və gözləntimizdən fərqli olaraq biz ehtimal edirik ki, bəli, şimal küləyidir, şimaldan güclü dalğalı olaraq və sonradan bizə bəlli oldu ki, bu açıq tərəfdən, şimal tərəfdən, yəni açıq qoymamıza baxmayaraq, yəni açıq nə mənada, yəni digər tərəflərdən nisbətən
orada qurğunun suya batılmış hissəsi nisbətən yuxarıdır. Yəni biz o tərəfdən daha çox dalğanı qəbul etməyi planlayırdıq. Deməli, planımızın əksinə olaraq ora sahilə yaxın oldu deyənə oradan dalğa zəif gəlir. Görürsünüz, bu elmi tədqiqat layihəsinin hər zaman belə bir görürsünüz, maneələri olur, hər görünməmiş bir belə deyək, nəticələr ortaya çıxır. Və şükür Allaha ki, biz onların hamısını arayıb araşdırmışıq və özümüzə qeydlər aparırıq və bu belə deyək də bizim araşdırmalarımız üçün, nəzəriyyələrin yaradılması üçün çox əhəmiyyətlidir. Digər slaydda qeyd etdiyim kimi, hazırladığımız dalğa energetik qurğusunun ilkin hesablamaları və simulyasiyalar üzrə texniki göstəricilər. Qeyd etdiyim kimi biz laborator şəraitdə müəyyən test sınaqlar aparmışıq və həmin test sınaqlarının əsasında qurğumuzun faydalı iş əmsalının hesablanmasını aparmışıq. Və ilkin hesablamalara görə faydalı iş əmsalı 26-30% təşkil edir. Və hal-hazırda biz prototipimizin real şəraitdə test etməyimizin əsas məqsədi də bu faydalı iş əmsalının özünün təsdiqini tapması üzrə belə deyək, çalışmamızdır. İlkin olaraq düzdür, nəticələrimiz yaxşıdır, amma yenə deyirəm, biz ora müəyyən sensorlar, müəyyən ölçü cihazları qoymuşduq. Yenə deyirəm, o sərt dəniz şəraiti bizi müəyyən belə deyək, maneələrə, müəyyən çətinliklərə gətirib rastlaşdırıb. Yəni müəyyən sensorlarımız, müəyyən ölçü cihazlarımız oradan sıradan çıxıb. Yəni məcburən biz onu yenidən qururuq. İndi hal-hazırda yəni komandamız onun üzərində işləyir və yaxın bu həftələrdə biz yenidən həmin cihazları, həmin ölçü sensorlarını ora yəni yerləşdirəcəyik. Belə. Deməli, bizim qurğunun üstünlükləri. Qeyd etdiyim kimi biz araşdırma aparmışıq və bu tip qurğuların üstün və zəif cəhətlərini özümüzə müəyyən etmişik. Və çalışmışıq ki, bu zəif cəhətləri aradan götürək. Və belə deyək, bu araşdırmaların nəticəsi olaraq və həm də test sınaqlarının nəticəsi olaraq deməli, belə bir üstün nəticələrə gəlmişik. Deməli, yüksək faydalı iş əmsalı. 26-30% laborator şəraitdə biz o nəticəni almışıq, faydalı iş əmsalını. 26-30% faydalı iş əmsalı kifayət qədər yaxşı nəticədir. Mən qeyd edim ki, müasir günəş panellərinin faydalı iş əmsalı cəmi 25%-dir. Yəni, bu kifayət qədər yüksək, 26-30%. Yəni, 30% civarında biz real prototipdən faydalı iş əmsalının göstərisini alsaq, bu çox gözəl nəticədir. Digər bir üstün cəhəti sadə konstruksiyadır. Yəni, bunun hazırlanması elə bir bahalı bir texnologiya tələb etmir. Sadə konstruksiyası vardır və çox belə deyərdim ki, çox bahalı bir proses deyil bunun hazırlanması. Sərt təbii şəraitdə davamlılıq. Bu da çox önəmli məsələdir. Qeyd etdiyim kimi dəniz şəraitinin sərt olması, bu da çox vacib amildir ki, biz onu üstələyək. Yəni, ona davamlı biz qurğu quraq. 8 aya yaxındır ki, biz qurmuşuq və həmin qurğu, baxmayaraq ki, onun dəmir listləri, çox hissəsi belə deyək də, ekonom edə nazik dəmir listlər qoymuşuq, müəyyən şeyləri zəif qoymuşuq ki, nəyə görə çox xərc aparmasın. Yəni, buna baxmayaraq yenə bizim qurğumuz orada tab gətirib. Yəni, nə qədər fırtınalara, belə deyəcək, tab gətirə bilib. Düzdür, qurğuda müəyyən nasazlıqlar yaradıb, amma biz o nasazlıqları aradan qaldırmışıq. Yəni, bu da bir tərəfdən baxanda təcrübədir. Yəni, yenə deyim ki, təcrübə əsasında biz, belə deyək də, müəyyən biliklər alırıq və həmin biliklər, belə deyək də, çox önəmlidir. Çox önəmlidir, bu çox vacib məsələdir. Yəni, dəniz şəraiti üçün, belə bir qurğunun qurulması üçün, yəni, belə bir şey çox önəmlidir. Minimal xidmət. Belə qurğularda bu da çox önəmli məsələdir. Nəyə görə?
e, e, bildiyimiz kimi qurğuların istənilən avadanlığın e, müəyyən dövr ərzində servisləri, xidmətləri olur. Dəniz şəraitində bu xidmətlər çox bahalı olur, bildiyimiz kimi. Yəni bunu dənizə getmək, orada xidməti göstərmək, yəni bu daşınması, gətirilməsi, düzəldilməsi, yerləşdirilməsi bu çox böyük bir xərc aparan bir prosesdir. Yəni çalışmışıq ki, bizim qurğumuz yəni xidməti xidməti az olan bir qurğu olsun. Yəni belə deyək ki, bir neçə ildən bir xidmət göstərilsin. Yəni bu düşüncə ilə, bu belə də yanaşma ilə biz qurğunu qurmuşuq ki, yəni səhərsi gün belə bir qurğu ərsəyə gətiriləndə, bir hazır məhsul olanda biz çıxış edib deyə bilərik ki, bizim qurğu servis bir neçə ildən bir tələb olunur. Yəni burada maksimum dərəcədə çalışmışıq ki, qurğumuza sınan elementlər az olsun. Yəni buna da çox önəm vermişik. Yəni bu meyarlar hamısı nəzərə alınaraq qurğumuz düzəlir. Yəni bu qədər iştirakçılar üçün maraqlı oldu bizim çıxışımız. Suallarınız varsa, mən də cavab verə bilərəm, bizim komanda üzvlərimiz də cavab verə bilər. Mən istərdim Əli İskəndər müəllimin əgər sözü varsa, Əli İskəndər müəllim də çıxış edərdi. Əgər vaxtınız varsa, təbii ki. Olar, əlbəttə. Əli İskəndər müəllim, çıxış etmək istərdinizmi? Bir daha iştirakçıları salamlayıram. Çox sağ olun ki, yığışmısınız, vaxt ayırmısınız. Ruslan müəllim demək olar bütün bu bizim fəaliyyətin həm tarixini, həm deyək ki, hansı çətinlikləri keçib, indi hansı mərhələdədir onları danışdı. Mən onu qeyd etmək istərdim ki, biz təkcə deyək ki, hazırki mövcud prototip qurğu üzərində deyil, onun digər versiyaları üzərində də işləyirik. Daha belə deyək, texniki mükəmməl bir konstruktiv həll variantımız var bu dalğa energetik qurğusu barədə. İndi hazırda onun üzərində iş gedir və mövcud qurğunun da üzərində xırda modernizasiya işləri aparırıq. Çünki elə proseslər var ki, bunu laboratoriya şəraitində müəyyən etmək olmur. Yalnız real təbii şəraitdə sınaqlar aparmaqla müəyyən etmək mümkündür və bu bizim üçün həm də bir təcrübədir. Yəni növbəti deyək mərhələdə biz bu qurğunun daha böyük güclü olanını və daha məhsullar olanını inşa edəndə artıq əvvəlki qurğudan hansı deyək ki, iri və yaxud xırda texniki problemlərlə qarşılaşmışıq, istər mexanikasında olsun, istər elektronikasında olsun, bunları artıq biz bilirik və zaman keçdikcə bu sahədə təcrübə toplayırıq. Və hazırda da Ruslan müəllim qeyd etdiyi kimi dünyada aktual bir mövzudur və fikir vermişsə günəş və külək stansiyaları qədər geniş yayılmayıb. Yəni çox insan məlumatsızdır ki, dəniz və okeanların dalğa enerjisindən istifadə etmək olar və hətta bunu bəzən qabarma çəkilmə enerjisi ilə də səhv salırlar. Okeanlarda bilirsiniz ki, qabarma çəkilmələr də olur. Sualtı turbinlərlə elektrik enerjisi istehsal edirlər. Hətta o sahə daha inkişaf eləyib, nəinki dalğa enerjisindən istifadə. Bunun da əsas səbəbi Ruslan müəllimin də qeyd etdiyi kimi hazırki vaxtda belə deyək də mühəndislərin texniki olaraq mükəmməl, etibarlı bir qurğunu işləyib hazırlamamasıdır. Yəni ən çox bu saat aktual olan dalğa energetik qurğusu rəqs edən su sütunu əsasında çalışan dalğa energetik qurğulardır ki, orada UELS turbini tətbiq olunur. Yəni bu turbində hava axını istiqamətin dəyişdikdə, yəni hansı aşağı-yuxarı hərəkət etdikdə hava axını turbin daim bir istiqamətdə fırlanır. Bizim turbin də hava axınının istiqamətindən asılı olmayaraq bir istiqamətli turbindir və UELS turbinindən fərqi ondan ibarətdir ki, bu turbin həssasdır. Yəni hava axınına həssas bir turbindir və məhz Xəzər dənizi şəraiti üçün nəzərdə tutulub. Çünki mən o vaxt 2018-ci ildə doktorluq dissertasiyası götürəndə mövzu olaraq fikirləşdik və belə qərara gəldik ki, Xəzər dənizi şəraitində çalışa bilən bir qurğu üzərində işləyək, elmi tədqiqat işi aparaq və bildiyiniz kimi Xəzərin də dalğa potensialı okeanların və digər okeana çıxışı olan dənizlərin dalğa potensialı qədər geniş deyil, çox deyil. Lakin bununla belə Xəzərin dalğa potensialı haqqında
azdır deyə də bilmərik. Çünki kifayət qədər burada da potensial var və sadəcə olaraq həmin şəraitdə çalışa bilən, həmin deyək ki, enerjini götürə bilən bir qurğu işləyib hazırlamaq lazımdır ki, bunu da biz komanda olaraq işləyib hazırlamışıq və hazırda da bildiyiniz kimi təcrübələr davam eləyir və çalışırıq ki, nəticələrimizi daha da mükəmməlləşdirək və daha digər bayaq qeyd etdiyim o yeni konstruktiv quruluşlu dalğa energetik qurğusunu da inşa edək, orada sınaqdan keçirdək və bizim qurğumuz əgər Xəzər dənizi şəraitində uğurlu nəticə verəcəksə, deməli bu heç şübhəsiz ki, digər dəniz və okeanlarda daha yüksək nəticə göstərəcək və daha effektiv olacaq. Bizim məqsədimiz hazırda ondan ibarətdir ki, 2018-ci ildən araşdırmışıq, mövcud dalğa energetik qurğularının quruluşunu da iş prinsipində bilirik və onların hansı texniki üstünlükləri var, çatışmamazlıqları var və bir ixtiraçı kimi bunu da bilirik və o çətin çatışmamazlıqları, onların rastlaşdıqları deyə o çətinlikləri, problemləri araşdıraraq öz həll variantımızı təklif etmişik ki, burada minimal servis olsun, qurğu sadə olsun, sadə qurğu həm də yüksək etibarlılıq deməkdir və ən əsası da ondan ibarətdir ki, burada bizim qurğunun su ilə birbaşa təması yoxdur. Yəni müəyyən dalğa energetik qurğular var ki, onlar birbaşa su ilə təmasda olur. Dalğanın enerjisi birbaşa həmin qurğunun güc qəbul etmə sisteminə təsir göstərir. Amma burada isə dalğa hava axını əmələ gətirir. Hava kamerasında yaranan hava axını əmələ gəlir və turbinə təsir göstərir. Ona görə də burada servis məqsədi ilə deyək ki, suya başvurmağa da ehtiyac yoxdur. Yəni bütün xidmət işləri platformada görülür. Və onu da deyim ki, bizim dalğa energetik qurğusunun hazırki versiyası neft platformaları üçün, estakadalar üçün nəzərdə tutulub və bundan başqa bizim sahil xəttində, sahilə yaxın ərazilərdə, o cümlədən üzən versiya adlandırdığımız dalğa energetik qurğusu üzərində də müəyyən işlər aparmışıq. Yəni müəyyən xırda miqyaslı modelləri sınaqdan keçirmişik. YouTube-da da bu barədə kiçik bir çəkilişimiz var və hazırda məqsədimiz ondan ibarətdir ki, bizim bu qurğunu sınaqdan keçirdik. Həm bütün fəsillər üzrə həm sınaqları bilək, həm müəyyən informasiyalar alaq. Burada dənizin açığını deyək ki, biz bu vaxta qədər dənizlə təmasda olmamışıq. Yəni deyək ki, o texniki fəaliyyət istiqamətimiz dənizlə bağlı olmayıb deyə, dənizin hansı təsirləri var filan, bu barədə bura qədər nisbətən az məlumat idi. Amma indi qurğunu ki, orada quraşdırmışıq, sınaqlar aparırıq və dənizin də real gücün görürük, təsirin görürük, ona uyğun olaraq da hansı texniki tədbirlər lazımdır, onları həyata keçiririk. Məsəl üçün, konstruksiyanı qurmuşduq, müəllim də qeyd etdiyi kimi, nisbətən ucuz başa gəlsin deyə çox da möhkəmlətmə işləri aparmamışdıq və düşünürdük ki, bu da bəs eləyər. Amma apardıq, qoyduq sınaqlar nəticəsində məlum oldu ki, müəyyən yerlərdə xırda artıq texniki, belə deyək də, problemlər çıxır və vaxtında müdaxilə etməklə o problemləri möhkəmlətmə işləri aparmaqla aradan qaldırdıq və bu da bir təcrübə oldu ki, növbəti qurğuları layihələndirəndə biz artıq hansı qabaqlayıcı tədbirləri görəcəyik. Və inanıram ki, bizim işimiz inşallah müsbət nəticə verəcək, yaxşı olacaq və dalğa energetikasının gələcəyinə də inanıram. Çünki okeanların, dənizlərin kifayət qədər dalğa potensialı var və bundan da mütləq yararlanmaq lazımdır. Çox təşəkkür edirəm Əli İskəndər bəy və mən öz Çox tərəfimdən, sağ olun. bizim Muaz tərəfindən və düşünürəm ki, bütün izləyənlər sonradan da bu webinarın izləyicilər tərəfindən demək istəyirik ki, biz də sizə inanırıq və düşünürük ki, bu qədər uzun yol gəlmişsinizsə, bu mütləq ki, uğurlu olacaq. Və bu 1 saatdan biraz çox vaxt necə keçdi, mən heç anlamadım. Çünki bu sahədə düşünürəm ki, mənim kimi digərlərin də çox da anlayışı yox idi. Belə ətraflı bir məlumat üçün çox minnətdaram, çox təşəkkür edirəm və Çox sağ olun. istəyirəm ki, bundan sonra sizin bu layihəniz haqqında yaxşı xəbərlər eşidək və sizə Çox sağ olun. bol uğurlar arzu edirik. Sağ olun, sağ olun. Təşəkkür Çox sağ olun, edirik. təşəkkür edirəm. PMO AZ komandasına mən minnətdaram ki, yəni bizə dəvət etdilər
Rəşad müəllimlə uzun müddətli dostluq münasibətimiz var. Evet. Onu da yəni təşəkkür edirəm dəvət etdiyinə görə. Təbrik Sizi də hamınıza, yəni PMO komandasının hamısına yəni təşəkkür edirəm. Çox sağ olun. İnşallah uğurlarımız, hamımızın uğurlarımız çox olacaq. Siz də daxil, sizin komandanızda. Növbəti dəfə uğurlarımızı qeyd etməyə, yəni bir yerdə yığışarıq. İnşallah. Çok sağ İnşallah. olun. Təşəkkür Minnettar. edirəm. Çox sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.